Dostlar, bilirsiniz ki ayın 9'unda, Mart ayının 9'unda çox ağır bir, faciəli bir xəbər eşitdik ki, Ziyafət xanım Abbasova, Azərbaycan Xalq Parlamentinin millət vəkili, Milli Müqavimət Hərəkatının üzvü və bir çox digər təşkilatların üzvü olan Ziyafət xanım Abbasova zəhərlənərək qətlə yetirilib. Bu xəbər hamımızı sarsıtdı, hamımızı acıtdı, hamımızı məhv elədi, belə deyək. Çox sarsıldıq. Bir Azərbaycan Xalq Parlamenti ailəsi olaraq, Milli Müqavimət Hərəkatı ailəsi olaraq. Çünki son zamanlarda Ziyafət xanımın nə qədər dərin istirab çəkdiyini, nə qədər ağır əzab çəkdiyini biz görürdük. Çünki Ziyafət xanımı xəstəxanalara götürmürdülər. Çünki bilirdilər ki, Ziyafət xanım zəhərlənib və ona görə də onu xəstəxanaya götürmək, müayinə eləmək əvəzinə başlarına eləyirdilər. Biz də bacardığımız qədər təzyiq edirdik ki, onu xəstəxanalara götürsünlər, müayinə eləsinlər, müalicə eləsinlər. Bəzi hallarda görürsən, gecikdirirdilər ki, hə, bugün eləyəcəyik, sabah eləyəcəyik, bugün gəl, sabah gəl, belə. Son dəqiqələrdə, son saatlarda, ayın 8-də, martın 8-də ona qan köçürmə institutu, qan köçürmək üçün söz versə də, sabah gəl deyiblər. Mayın 9-unda qan köçürmə institutuna gedən Ziyafət xanımı qəbul eləməyiblər və evdə gəlib keçinib. Yəni, gözlərin qabağında görürlər ki, adam son nəfəsindədir, ona qan vurmağa belə istəməyiblər və keçinib. Bizim üçün millət vəkillərimizin hamısı olduqca əzizdirlər. Çünki millət vəkilinə öz namizədliyini verən şəxslərin hər biri böyük qəhrəmandır. Xüsusilə Azərbaycan Respublikasında yaşayan insanlar hər biri böyük qəhrəmandırlar. Niyə? Çünki, baxın, görün, irticaçı rejim bu şəkildə fəaliyyət göstərən və onun əksinə, onun əleyhinə tənqidi fikirlər söyləyən, onun bütün bu cinayətlərini çırpaqlarının üzünə deyən şəxsləri bu şəkildə məhv edir. Bəzilərini həbsxanalarda, bəzilərini mühacirətdə, bəzilərini isə bu şəkildə ya polis idarələrində zəhər verib öldürməklə, ya xəstəxanalarda zəhər verib öldürməklə və yaxud da ki, hər hansı bir formada həyatda son qoymaqla onları sıradan çıxarır. Bu şəkili yaxşı görürsünüz, dostlar. Şəkildə baxın, Ziyafət xanımın qollarına. Qadın bədəninin bəzi yerlərini açmır, qollarını göstərir. Və bu polisin işgəncəsidir. Polisin ona verdiyi işgəncələr dəyərli dostlar. Bu şəkildə polis niyə sözünü deyirsən deyə, bax, bu qadına belə işgəncələr verirdi. Çox tez-tez olur. Hər zaman aksiyalar çıxanda belə işgəncələrə məruz qalırdı, amma qorxmurdu, gedirdi, mübarizəsini aparırdı. Dostlar, insan həyata bir dəfə gəlir. Mən hər dəfə bunu xatırladıram. İnsan həyata bir dəfə gəlir, bir dəfə də gedir. Gələndə onun özündən asılı olmayaraq bu dünyaya gəldiyi kimi, gedəndə də onun özündən asılı olmayaraq bu dünyadan gedir. Ziyafət xanım da çox yaşamaq istəyirdi. Ziyafət xanım azad yaşamaq istəyirdi. Ziyafət xanım təkcə özü yox, Azərbaycan xalqının azad yaşamasını istəyirdi. Amma nə özünün azad yaşamasına imkan verirlər, nə də xalqın azad yaşamasına imkan verirlər. Ziyafət xanımın mübarizəsi təkcə öz üçün deyildi. Ziyafət xanımın dəfələrlə biz demişdik ki, gəl sən, ev tutaq sənə, ev kirayəni verək, yığışaq hamımız, ondan sonra dərmanlara kömək eləyək, deyirdi, yox, bunun hamısını dövlət eləməlidir. Dövləti mən qurmuşam, deyirdi, dövlətin quruculuğunda mən də iştirak eləmişəm və mən də bu dövlətdən istədiyim odur ki, mənim dərmanlarımda təmin edin, təkcə mənim yox, bütün Azərbaycan xalqının. Azərbaycan xalqının, deməli, baxın, olan problemlərimiz nə idi, dostlar? Sərhədlərin açılması. 2000-ci ildən sərhədlər bağlanıb, artıq 6 ildir. Azərbaycan quru sərhədləri bağlanıb, gediş-gəliş yoxdur. Ziyafət xanım onun uğrunda mübarizə aparır ki, bu yolu açmalısınız və demək, siz mütləq quru yolların açılmasını təmin etməlisiniz ki, insanlar sərbəst şəkildə gedib gəlsin. Baxın, özü də o yolda mübarizə aparan xanım, özü də onun qurbanı oldu. Baxın, deməli, Bakıdan aparıb Gürcüstanda basırmaq 500 kilometrik yoldur onların kəndinə qədər. 520 kilometr olsun, 550 kilometr olsun. Amma quru yollar bağlı olduğu üçün bunu elə bilmədilər. Qardaşı belə, məsələn, Gürcüstandan bunun dəfininə gəlməyə 2 gün çəkdi. 2 günə oradan bura gələ bildi. Hansı ki, oradan maşına minəcəkdi, 5 saatdan sonra olacaqdı
necə deyirlər, Bakıda bacısının dəfnində iştirak eləyəcəkdi. İştirak eləyən adam ona görə məsələn saxlanıldı, morda saxlanıldı. Bu məsələ burada mən buna nəyi demək istəyirəm? Demək istəyirəm ki, quru sərhədlərin bağlı olması heç də insanlar düşünməsinlər ki, ayrı-ayrı adamlara təsir. Yox, bütün millətə təsir edir. Həm sərhəd boyunca yaşayanlara, həm də digər yerlərdə yaşayanlara. Baxın, İrandan bugün savaşdır, İranda müharibədir. Azərbaycana göstərirlər. Baxın dostlar, Türkiyə sərhədində göstərirlər ki, necə İranda olan savaşdan gedənlər, sonra savaş olan yerə geri qayıdıb öz ailəsi yanına gedənlər hamısını sərbəst şəkildə göstərərək sərhəd necə işləyir. Amma Azərbaycanda təəssüflə bizim bütün tır şoförlərimiz İranda qalıblar. Biz birini ölkəyə buraxmırlar. Bu o deməkdir ki, ölkə buraxmırlarsa, demək sərhədlər bağlıdır. Nə cür istəyirlər, o cür rəftar edirlər. Bütün hər bir maşını buraxırlar. Rusiyanın maşınlarını buraxırlar, Gürcüstanın maşınlarını buraxırlar. Başqa ölkələrin bütün maşınlarını buraxırlar. Bizim Azərbaycanın şoferləri, maşınları qalıb sərhədin o tayında. Niyə öz ölkənə buraxmırsan? Yəni, nədir məsələ? Sərhədlər bağlıdır və salam. İstəmirlər ki, Azərbaycan xalqı sərbəstcə öz dövlətindən istifadə eləsin. Dövlətə insanlarda nifrət yaratmaq istəyirlər. Dövlətə insanlarda nifrət yaradılır bilərəkdən ki, adamlar deməli istifadə eləmir. Dövlətin keyfini çıxartmasın insanlar. Dövlətin ona verdiyi pasportun ləzzətini çıxartmasınlar. Bunu eləmək istəmir bu hakimiyyət. Onun üçün də Ziyafət xanım mübarizəsi də buna görə idi. Buna görə mübarizə aparır ki, mən istəyirəm xalqımın sərhədləri açıq olsun, xalqımın körpə uşaqları uşaq pulu alsın, xalqımın pensionerləri pensiya alsın, səhiyyədən insanlar istifadə edə bilsin, təhsildən istifadə edə bilsin, təhsil normal şəkildə olsun və bu şəkildə təhsil olmaz, dünyanın heç yerində belə təhsil yoxdur. Ziyafət xanım həm də savadlı adam idi, ağıllı adam idi, analiz verməyə bacaran adam idi, istənilən bir məsələyə, situasiya, bir vəziyyətə bir qiymət verməyə bilən adam idi. Bunun üçün də o bunları görürdü, sosial şəbəkələrdə çox aktiv idi, görürdü və təəssüflə bu gördüklərin deyildi deyə onu aradan qaldırdılar, aradan götürdülər. Dostlar, baxın, mübarizə aparan insanlara bəzən deyirlər ki, xaricdəsən, gəl ölkə daxilində mübarizə apar. Xaricdə nə var mübarizə aparmağa? Amma elə deyil. Bax, bizim burada hal-hazırda EFİ-də gördüyünüz şəxslərin hər üçü xaricdəyik biz. Biz təsəvvür edin, Azərbaycana gəlmişik. Nə olar bizim axırımız? Tutub həbsxanaya basacaqlar da. Xaricdə durub fəaliyyət göstərir. Bizdən başqa fəaliyyət göstərən nə varmı? Çox azdır, var. 5-10 nəfər var. Bu 5-10 nəfər də mübarizə eləməsə, xaricdən onları çəkib göstərməsə, onları deməsə, vəziyyət necə olar? Olduqca azacaqlı olar. Onda Azərbaycanı Şimali Koreya döndərərlər. Şimali Koreya, başqa bir şey yox. Şimali Koreya'da biz hər zaman dilə gətirir, təəssüflə bizim insanlarımız ora qapalı bir ölkə olduğu üçün orada nələr baş verdiğini görmürlər. Orada başqa bir dünyadır, başqa bir həyatdır. Onu biz sosial şəbəkələrdə çox xırda bir sızıntısını görürük. Orada dəhşətlər var. Həmin o dəhşətlər Azərbaycanda da yaşanır. Sadəcə biz onları göstərə bilirik bu günləri. Göstərə bildiyimiz üçün Azərbaycan görünür. Və bu dəhşətlərin bitməsini biz istəyirik. Ziyafət xanım da bunu istəyirdi.